Mənim yazdığım bu 36 söz sıradan insanlara aid deyil. Onlar bunu etməkdə çətinlik çəkəcəklər. Həm bunu etməkdə, həm bunu dərk etməkdə. Bu 36 söz uğur qazanmaq istəyən insanlara aiddir. Dünyanın böyük əksəriyyəti üçün gecə sadəcə günün bitdiyi, şüurun qapandığı və ya mənasız əyləncələrlə vaxtın öldürüldüyü bir boşluqdur. Sıradan insanlar gecənin sirrini və onun gətirdiyi intizamı anlaya bilməzlər. Əgər gündüzümüzün bərəkətli olmasını istəyiriksə, əvvəlcə gecənin gətirdiyi intizama sahib olmağı öyrənməliyik. Yayda gecələr çox qısalır. İşa namazını qıldıqdan sonra yatmaq lazımdır. Çünki məqsədimiz o qısa vaxtda bədəni dincəltmək və sübh namazını qaçırmamaqdır. Gec yatanda səhər oyanmaq çətinləşir və günün bütün planları alt-üst olur. Qışda isə vəziyyət dəyişir. Gecələr uzanır. Bu uzun gecələr çoxları üçün daha çox yatmaq fürsətidir. Amma öz üzərində işləyən biri üçün bu, gün ərzində çatdıra bilmədiyi işləri tamamlamaq, kitab oxumaq və sakit bir küncə çəkilib dərinləşmək üçün tapılmaz bir zamandır. Qışda biraz daha oyaq qalmaq bizi yormur. Əksinə, həm işimizdə, həm də dərsimizdə bizi önə keçirir. Amma gec oyaq qalmağımızın real, mənəvi bir hədəfi olmalıdır. İfrata varıb bədəni tamamilə tükətmək də olmaz. Biz gecəni ekran qarşısında mənasız futbol maçlarına baxaraq, ya da sosial şəbəkələrin dipsiz quyusunda bizə heç bir dünya və axirət faydası olmayan insanlarla saatlarla yazışaraq keçirə bilmərik. Səhər gözlərimiz şişmiş, zehnimiz dumanlı oyanırıqsa və günün bərəkətini qaçırırıqsa, deməli biz öz gələcəyimizdən oğurlayırıq. Hər şey öz normasında gözəldir. Bizə öyrədilən ən gözəl qayda budur, orta yolu tutmaq. Əgər bir gənc gecə hamı yatarkən oyaq qalırsa, bunun arxasında böyük bir məqsəd olmalıdır. Çünki tarixin böyük zirvələri həmişə hər kəsin yatdığı o sakit saatlarda inşa olunub. ألم تنم بعد يا أحمد؟ نمت قليلا أول الليل. أنت ترهق نفسك. إن لبدنك عليك حقا. وبدني قد نال من الراحة ما يكفيه يا أم صالح. ما دام الله قد من علي بالصحة والعافية فلا أقل من أقوم بحقهما. هيا دعك من الإشفاق علي وتوضئي لصلاة الليل فقد شرف الليل على الانقضاء.